talk a little bit. Yeah, so we've been talking. Herkese salam. Bugün çox önəmli bir mövzu haqqında danışacağım. Uzun müddət deyəndə yəni bir aydır ki, full time iş axtarıram. Əslində işim var freelance şəklində, ancaq o işin məbləği mənə az gəldiyi üçün və digər freelance əməkdaşlıqlarım da məni çox biraz belə əsəbləşdirdiyi üçün dedim artıq bəsdir. Ona görə də mən neçə vaxtdır ki, vakansiyalara baxıram və dəhşətli dərəcədə ifunət iyi gələn vakansiyalar var və indi bunları oxuyacağam sizin üçün. Həm də ki analiz eləyək, həm də bir yerdə baxaq görək ki, həqiqətən də bu vakansiyanı qrafik dizayner üçünmü açıblar, yoxsa prosta özlərinə bir iş köləsi mi axtarırlar? İndi baxaq. Okay, let's go. Bu arada kompüterdən oxuyacağam. Kompüter yox, bir televizor, notebookdan oxuyacağım. Bu arada ən sevdiyim saytlardan biri Bizi Azdır. Bir də Job Search'dür. Bu saytlarda həmişə vakansiyalar təzə olur. İndi qoydular da. Nə vaxt girirəm yeni yazılır da. Neysə, Hello Job'a girdim birinci. Burada bir vakansiya var. Ay bala. Graphic and Motion Designer. Birincisi, mən burada bir fikir bildirmək istəyirəm. Mən başa düşürəm. İnsanlar özlərini inkişaf elətdirmək istəyirlər. Bu çox əla bir şeydir. Mən özüm də əvvəllər resim işləmişəm. Sonra qrafik dizayner olmuşam. Ondan sonra motiondan biraz maraqlanmışam. Biraz UX ilə maraqlanmışam. Hərəsindən biraz belə dadmışam, amma yenə də qrafikdə qalmışam. Amma ki, şirkətlərin bu iki sahəni birləşdirib və bunu bir tələb kimi qoymaları ki, qrafik və motion designer, bu mənə görə, mənim özümə görə və peşəmə görə böyük bir sayğısızlıqdır, böyük bir məyusluqdur və mən özüm qrafik dizayner kimi bu vakansiyalara baxanda mən əgər təcrübəsiz biriyəmsə elə düşünürəm ki, mən motion da bilməliyim və mən motion bilmədiyim üçün özümü günahlandırıram. Özümü pis hiss eləyirəm ki, mən motion bilmirəm, mən əksiyəm digər insanlardan. Çünki bunu təcrübəsi olmayan bir qrafik dizayner görəndə deyir ki, yəqin ki, deyir, qrafik həm də motion da öyrənməlidir ki, belə bir qayda var ki, şirkətlər belə bir şey qoyub. Bu sözlər bizi çox məyus edir. Çünki qrafik dizayner ancaq qrafik dizaynerdir. Niyə bu qədər bunu çətinləşdirirsiniz? Niyə bu qədər bunu israr edirsiniz? Niyə də yəni bir-iki nəfər biləcək motionu, oradan-buradan biraz biləcək və gələcək burada işləyəcək və görəcəksiniz ki, nə motionu çatdıra bilir, nə qrafik dizaynı çatdıra bilir. Ondan sonra deyəsiniz ki, yox, ayrı-ayrı axtaraq onda. Cəmaatla oyun oynayırsınız siz yəni. Nəysə, bu məni çox əsəbləşdirir. Ən əsəbləşdirən mövzulardan biri budur. 2 yol, 3-4 sahəni birləşdirənlər də var. İndi onlara da gələcəm, amma yenə bunu məsəl üçün bu mənə daha az ziyansız gəlir. Niyə? Çünki qrafik və motion biraz bir-birlərinə yaxın sahələr deyənə, yenə bunu görəndə çox qəzəblənmirəm. Qəzəblənmə bu da yəni düzdür demək deyil. Yəni bu da yanlış bir şeydir. İndi deməli şeyə baxacağıq, öhdəliklərə. Şirkətin brendləri üçün vizual content, yəni post, story, banner, poster, menü və s. dizayn etmək. Sosial media və kampanyalar üçün motion, animasiya, reels, intro, outro, qısa video qrafik hazırlamaq, brendlərin vizual kimliyi falan filan, okey. Minimum 2 il qrafik dizayn və motion sahəsində təcrübə. Bu məni çox şey eləyən mövzulardan biri idi. Burada bu şeyi görəndə. Yəni minimum 2 il deyir ki, bu adam həm dizayn, həm qrafik dizayn işləsin, həm də motion işləsin. Təsəvvür eləyin ki, dizaynı bitirən bir şəxs 6 aydır ya da 12 aydır, yaxud da 1 ildir təhsil alıb qrafik dizayn üzrə, kursu bitirib, iş axtarır, düzdür? İlk 1 il ancaq qrafik dizayner kimi işləyə bilər bu insan. Çünki qrafik dizaynı təzə bitirib, düzdür? Lap deyək ki, qrafik dizaynı öyrənəndə motionu öyrənib, lap belə deyək, yaxşı. Getdi, qrafik dizayner işlədi bir müddət. Bəs motion nə ara işlədi? Yəni, 2-ci ildə motion işlədi. Necə oldu bu? Yəni, bunun mümkünatı yoxdur. Sən 1 il qrafik dizayner işləyəsən, 1 ildə motion dizayner işləyəsən və yaxud da ikisini birdən bir yerdə işləyəsən. Yəni ki, mənim ağlım almır belə şeyləri. Yəni, başa düşürəm, burada minimum yazıb, indi daha çox ola bilər falan, amma çox absurd şəkildə yazılıb. Bu daha yaxşı versiyada, bu arada deyim. Yəni gördüyüm ən yaxşı elanlardan biri budur. Yəni ikisi bir arada olan sahələrdən söhbət gedir. İndi digərlərinə gəlib çıxacağam. Proqramlar Adobe Photoshop, Illustrator, After Effects, Premiere Pro yüksək səviyyədə bilmək. Yəni minimum 2 il işləyirsən və bu 4 proqramı yüksək səviyyədə bilməlisən. Belə bir insan yoxdur uşaqlar. Əmək haqqı bilik və bacarıqlar əsasında. Yaxşı, bu qədər şey istəyirəm, amma əmək haqqını yazmağa qorxursan. Başqa bir qrafik və motion designer vakansiyasına gəldik. Bura yenə maaşı qeyd eləyib, 900 azayın.
Təsəvvür edin, siz günə azı 5 dənə poster yığmalısınız, fərqli stildə, kreativ şəkildə. Bu posterlərdən biri karusel də ola bilər, ana bilim biri manipulyasiya da ola bilər. Yəni sizin vaxtınızı çox ala bilən postlar da ola bilər. Və plus motion etməlisiniz. Reski deyəcəklər ki, bir dənə bu resi motion elə, bir dənə bu resi qırağına bir dənə belə bir şey at, belə bir şey elə. Və ayın sonu sizin alacağınız maaş 900 yendir. Təsəvvür edebilirsiniz bunu? Gözünüzün damarları partlayana qədər kompüterə baxasınız. Günə 9 saat, bəlkə də 10 saat. Və alacağınız maaş 900 yendir. Mən full time dizayner işləyəndə belə idim. Yemək yeyəndə, abeddə belə mən kompüterin qabağındaydım. Bir saatı belə qənimət görürdüm özümə. Proje bizi kaybetdi. Tələblərə baxırıq. Minimum 2 il professional iş təcrübəsi. 2 il işləyən bir insan necə professional ola bilər? Yəni, agentlik təcrübəsi üstünlükdür. Suni intellekt alətlərlə işləmək bacarığı. Bəzi şirkətlər var ki, onlar suni intellektə dəhşət düşmən kəsiliblər. Hətta kameradan izləyirlər, kompüterdən izləyirlər ki, görün bu insan suni intellektdən istifadə edirmi, yoxsa yox. İstifadə edirsə dizayneri dizayner olaraq adlandırmırlar. Deyirlər ki, sən bacarığın olmayan, bic bir insansan, suni intellektdən istifadə edib maaş alırsan. Bəziləri də var ki, suni intellektdən işləyə bilməyən dizaynerləri yox görürlər. Deyirlər ki, bunlar yeniliyə açıq deyil, bunlar tupoydu. Bunlar ancaq Adobe işlədirlər, başqa proqram bilmirlər. Yəni sən əgər gəl Adobe bil, ondan sonra danışarsan da, yəni başqa proqram haqqında başa düşdün. Yəni təyyarənin şeyinə oxşuyur Adobe-un zaten interfeysi, təyyarənin uçurtma interfeysi var. Toçun onun kimi bir şeydir Adobe. Hər proqramı elədir. Proqramdan proqrama keçdikcə daha da çətinləşir sənə Adobe. Nəinki asanlaşır. Halbuki köhnə proqramdakı toollarla tanıyırsan da bu proqramın toollarını, amma yenə də sənə çətin gəlir. Çünki belə olmalıdır məncə də. Dizayner olmaq asan olmamalıdır. Yəni dizayn asan bir peşə olmamalıdır. Əziyyət verməlisən biraz özünə. Çap və logo branding sahəsində təcrübə. Mən təzəlicə bir yerə işə getmişdim. Logo və branding və çap temasına bağlı. Heç şey eləməyəcəm, gizlətməyəcəm. Hamının analiz verməyə getdiyi yerdə işləyirdim. Heç gizlətmədim, yəni. Mən çap dizayneri olacaqdım da, yəni. Orada vardı sosial media, motion. Tam çap üzrə işləmədiyim üçün hər yerdə məsəl üçün biraz çapla məşğul olmuşam. Daha çox sosial mediayla məşğul olmuşam, brandinglə. Sırf çapla məşğul olmuşam və həmişə istəyirdim ki, sırf çapla məşğul olum. Çünki axır vaxtlar qablaşma dizaynına çox marağım artmışdı. Və mən çox istəyirdim ki, həmin iş yerində də işləyim. Və mən o işə girdim. Girən kimi də mənə dedilər ki, bir dənə branding var, onu bir dənə elə ver də bizə. Loqonu hazırlamışıq, loqo hazırdır. Bir dənə brandingi sən işdə ver. Belə qaldım. Ki, mən bunun üçün gəlməmişdim axı da, yəni. Plus brandingin ayrıca bir qiyməti var, yəni. Branding elə asan bir şey deyil. Mənə çox tərs gəlir ki, full-timer dizaynerə ödəniş təklif etmədən, əlavə ödəniş təklif etmədən branding işlərini görməyi. Bu mənə çox tərs gəlir. Yəni ki, bu çox böyük bir mədəniyyətsizlikdir. İnsandan istifadədir. Yəni kim onu qəbul edirsə, loxdur mənim kimi, kim də qəbul eləmirsə, halaldır. Və mən də qəbul eləmişdim, biraz işləmişdim brandingini. Sonra onsa çıxdım oradan. 2 həftə falan işlədim deyəsən orada. Nəysə də, yəni ki, istədiyim o çap dizayn temasını yenə eləyə bilmədim orada. Çünki bir türlü mənə qismət olmadı o çap yerini işləmək. Öhdəliklər. Adobe Photoshop, Illustrator istifadə edərək sosial media və çap üçün cəlbedici dizaynların hazırlanması. Adobe After Effects və oxşar proqramlardan istifadə edərək dinamik animasiyalar. Burada yenə həftə içi 5 gündür. 9-dan 17-yə kimi. 9-dan 5-ə kimidir, yenə yaxşıdır bu. Grafik və motion designer 800 yen. Biabırçılıq. Vəzifə öhdəlikləri. Şirkətin brendləri üçün vizual content, yenə post story falan, hamı da bir-birinin copy-paste edib, konkret. Yəni, bir dənə kreativ, bir dənə belə orijinal yazı mətni görmədim. Hamı bir-birinin vakansiyasını copy-paste edib atıb. Tədbirlər, kampanyalar və çəkilişlər üçün vizual tələbləri hazırlamaq. Yəni, marketoloqun işidir bu. Biraz da başqa bir şeylərə baxacağım bu arada. SMM və grafik dizayner vakansiyası. SMM başqa bir sahədir. Grafik dizayn başqa bir sahədir. Yəni nə olar ki,
bu ikisini bir yerə qatmayasınız? Nə olar ki, bu ikisini bir yerdə istəməyəsiniz? Yəni nə olur, dünya dağılacaq. Deyirlər ki, biz amma esim işində istəyirik falan. Biraz bəs əlimiz aşağıdır. Biraz maddi çətinliyimiz var şirkətlə bağlı. Qardaş, onun mən dəxlisi yoxdur. Mən sıradan keçən bir insanım. Mən sənin iş yerə qapıdan düz keçdim, gəldim, girdim də. Yəni mənə dəxlisi yoxdur. Sən tarixdə, sən keçmişdə nə yaşamısan? Sən bilirsən mən keçmişdə nə yaşamışam? Durub mənə şirkətimin datalarını verirsən. Mənə dəxlisi yoxdur. İşçiyə dəxlisi yoxdur. Şirkət batır, şirkət bankrot olur, şirkətin pulu yoxdur. İşçiyə dəxlisi yoxdur. İşçiyə maraqlı olmamalıdır. Sən işçinin qohumu deyilsən, sən işçinin atası, qardaşı, bacısı deyilsən. Belə baxanda işçinin problemi, çətinliyi olanda və onu sahibkara bildirəndə eyni anlayışı vermir insana. Deyirsən ki, məsəl üçün adi ən basitindən deyim. Deyirsən ki, dişim ağrıyır. Gedim 5 dəqiqə həkimə yoxladım, müayinə eləsin, gəlim deyirlər ha, 5 dəqiqə. Prosta həkim baxsın, görək uzun prosesdir, yoxsa qısa prosesdir, ona görə icazə alam deyənlər var. Buna belə zar-zor icazə verirlər. Buna belə icazə verəndən sonra başına vururlar ki, icazələri çox alırsınız da, ona görə işdə axsamalar olur falan deyə soxurlar da o dəqiqə gözünə. Yəni yaşamışam bunlarda. Nəysə, keçdik bu SMM və qrafik dizayn vakansiyaları və belə vakansiyalarda çox vaxt maaş çox absurd dərəcədə çox olur. Yəni maaş aralığı çox belə uzun olur da, başa düşdünüz necə? Maaş aralığını deyirəm sizə 600-1300. Yəni 600 hara, 1300 hara. 600-dən 1300-ə 600 manat fərq var. Yəni sən demək istəyirsən ki, bu peşə üçün 600 manatlıq işçi də mənə okeydir, 700 də mənə okeydir, 800 də mənə okeydir, 1300 də okeydir. Belə bir şey ola bilməz axı. Sən ya 600-lü işçi axtarmalısan, ya 1300-lü işçi axtarmalısan. Bunların aralığında getməlisən. Öhdəlikləri deyirəm sizə. Sosial media hesabları və platformları Instagram, Facebook ilə işləmək. Gəlib çıxır targetoloqa, targeting işinə. Günlük kontentin hazırlanması, sosial mediada paylaşımını təmin etmək. Deməli, uşaqlar, sosial media hesabları və platformları ilə işləmək, targetoloq peşəsi, günlük kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək. Bir cümlədə iki sahə var. Günlük kontentin hazırlanması, content manager və sosial mediada paylaşılmasını təmin etmək, SMM manager. Şəbəkəyə gündəlik gələn şərh və sorular cavablarına SMM, reklam nəticələrinin analiz olunması və aylıq hesabatların verilməsi, bu da targetingə girir. Adobe Photoshop, InDesign, Illustrator, CorelDRAW proqramlarında peşəkar işləmə bacarığı, qrafik dizayner, planlama və təşkilatçılıq bacarığı, PR menecer, mən bilən, gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti, peşəkar səviyyədə peşəkar səviyyədə yazıl, şifahi ünsiyyət, rus və ingilis dillərini bilmək. Yəni belə bir sual çıxır. Niyə? Marketing ixtisası arzulandır və marketing menecerlə bağlıdır. Deməli bu vakansiya SMM və qrafik dizayner vakansiyası nə axtarır özünə? Content manager, SMM manager, targetoloq, qrafik dizayner, PR menecer və marketoloq. Yəni 6 dənə peşəni atıb bir dənə vakansiyanın umuduna və 600-1300 maaşla arası bir pul qoyub. Biabırçılıq, yəni bunun başqa bir adı yoxdur həqiqətən. Yəni bu şəxs bura vakansiyaya sivatan yetim hansı birinə yetişsin? Ümumiyyətlə xəyal dünyamız nə qədər genişdir, mən bilmirəm. Çox qəribədir. İnsanlar həqiqətən yəni çox xəyalpərəstdirlər. Yəni bu sevindirici haldır. Amma bunu səhv yerdə istifadə etmək də çox üzücü haldır. SMM, qrafik dizayn, foto, Xerox və 400 manat. Maaş 400 manat. SMM işləri plus profesional foto və video çəkiliş, dizayn, möhtərizə içərisində poliqrafiya məhsulların çapı. Çapı da biz eləyirik. Facebook, Instagram, Google platformalarında biznes hesablarının yaradılması və idarə olunması, biznesə dair müvafiq informasiyaların hesablara əlavə edilməsi, təklif edilən xidmətlərə dair uyğun bölmələrin yaradılması, dizayn edilməsi və məlumatların yerləşdirilməsi. Konkret deyir ki, gəl mənim şirkətimin müdürü ol. Sənə 400 manat pul verirəm. Gəl mənim şirkətimin başına keç. Başa düşdünüz? Kim istəməz belə iş? Yekəxanalıq edir, sizə Allah haqqı. Bu nə hərəkətdir? Nəysə, bu gün enerjim bombadır. Bilmirəm niyə.
bir sosial media platformasında məhsul və xidmətlərə dair müvafiq bölmələrin əlavə olunması, dizayn edilməsi, məlumatların yerləşdirilməsi, funksiyalardan effektiv istifadə olunması. Yəni ki, maksimal olmalısan, başa düşdün? Azca bir şeyləri elə bilmərsən, sən mükəmməl olmalısan, 400 manat veririk sənə. Çıxdı burada. SMM dizayner vakansiyası. Maaş aralığı 800 min. Okey. Bunlar nə qədər şey istəyirəm. Deməli, şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi. Face, Instagram və LinkedIn. Sosial media üçün həftəlik nəşrlərin planının hazırlanması. Nəşr nədir, qardaş? Başladım. Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi. Sosial şəbəkədə müştərilər tərəfdən daxil olan sorğuların cavablandırılması, məhsulların professional şəkillərin çəkilməsi. Burada da nə qədər peşə var deyəcəm. Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi, SMM menecer, həftəlik nəşrlərin planının hazırlanması, postplan hazırlanması, content manager, təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi, targetoloq, yəni buna dijitalcı falan da deyirlər deyəsən, məhsulların professional şəkillərinin çəkilməsi, fotoqraf, Sıkıntı kardeşim ya. Sənin günlük aylıq hesabatının hazırlanması. Bilmirəm bu hara girir, amma bu da bir peşəyə girir. Bunu da açaq. Copywriter bacarığı. 6 peşə. Bu vakansiyada 6 peşə var və bu vakansiyanın maaşı 800 min arasıdır. Biraz da LinkedIn-də gəzmək istəyirəm. Çünki LinkedIn-də çox mırt vakansiyalar olur arada və biz dizaynerlər LinkedIn-də həmin o vakansiyalara gülücü yatırıq. Grafik dizayner axtarılır. Təcrübə 3-5 il, vəzifə öhdəlikləri. Sosial media postlarının hazırlanması, dizayner. Video çəkiliş və montaj. Video çəkiliş, videoqraf, montaj, kreativ vizual kontentlərin yaradılması. Content manager 3 peşəyə bu adam maaş qoymayıb. Yəni maaşı niyə qeyd etmirsən də? Yəni niyə maaş qeyd etmirsən? Bu qədər iş istəyirsən insanlardan. Bu qədər gözləntin var, amma insanların gözləntisini qarşılamırsan, maaşı qoymursan. Axır vaxtlar şey də görürəm, grafik dizaynla UX-ü birləşdirən vakansiyalara. Motion designer atdılar kənara, tək axtarırlar motionu bəzi yerlərdə, yəni səviyyəli şirkətlər motionu ayrıca axtarırlar. Amma baxıram ki, yavaş-yavaş motionu atıblar, yüksəklə grafiki birləşdirirlər. Sanki belə olanda daha düzgün imiş kimi göstərirlər özlərini də. Bu da düzgün deyil, qardaş. Yüksək tamam başqa sahədir, grafik dizayn tamam başqa sahədir. Ola bilər. Figmada poster yığmaq olar, Figmada grafik dizayn işlərini həll etmək olar. Amma ki, məsələ budur ki, UX yəni tamam başqa bir sahədir, başqa bir insandır, grafik dizaynerdir və grafik dizayn tamam başqa bir sahə və başqa bir insandır. Sən bu ikisini birləşdirə bilmərsən. Qənaətə görə bunu eləyə bilmərsən. Düzgün deyil bu. Vallahi arada deyirəm ki, kaş ki deyirəm şey olsaydım da, beyin işlətməyən işlərlə məşğul olmaq. Yəni, çünki maaş almaq elə bir şeydir ki, o maaş alanda insan beynində işlədəndə əlavə bir pul istəyirsən. Ona görə də əlavə bir pul istəməmək üçün deyirdim ki, gərək beynimi işlətməyəcəyim sahələrə girişsəydim vaxtında da. Nəysə. Bəzən peşman oluram bu sahəni seçdiyimə görə. Peşman olmağımda səbəb şey deyil bu arada. Peşənin özü deyil, insanlardır. Sıkıntı kardeşim ya. Son olaraq belə, başqa da bir vakansiya görmürəm. Mən fikirlərim bu qədər idi. Buradan məni səhv görən insanlar ola bilər. Deyə bilər ki, bəzi insanların ehtiyacı var, o maaşa gedə bilərlər. Mən heç kəsi qınamıram, çünki mən də vaxtı ikən bu tip vakansiyalara CV atıb gedib işləmişəm və o tip iş yerlərində işlədiyim üçün bu qədər rahat danışıram, bu qədər təcrübəli danışıram. Çünki mən bilirəm, yəni o tip həyatı. Uşaqlar, həqiqətən bilirəm. Adi köhnə işimdə belə mən həm çəkiliş eləyirdim, həm dizayn eləyirdim. Yəni heç nə dəyişmir. Heç nə dəyişməyib. Yəni yaş artsa da, yaşlıq deyil məsələ, ya da ki təcrübə ilə deyil. Bəlkə sahəmi dəyişdim bu arada.
Bunu çox düşünürəm axır vaxtlar, sahəmi dəyişməyə. Nə işi? Menecer. Menecer. 4-5 sahə arasında gedib gəlirəm. Düzdür, mən belə şeylərdə düşü qorxutmur. Əvvəl çox qorxurdum belə şeydə. Olmaz, beynimdə belə düşünə bilmirdim, xəyal eləmirdim. Mən də özümü günahkar hiss edirdim başqa bir peşə düşünəndə. Amma ki, mən nə dedim odur bu dəqiqə. Çünki yəni özümü daha da yaxşı tanıyıram böyüdükcə. Mən bilirəm ki, nə istəyirəm. Pul istəyirəm. Nəysə uşaqlar, məni izlədiyiniz üçün təşəkkür edirəm. Mənə like eləyin, paylaşın, bəyənin, subscribe. Sizi seviyorum, öpüyorum. Can.